Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahumme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemin inneke hamidun mecid. Keçən dərsimizdə bəhs etdik və ondan əvvəlki dərsimizdə danışdıq və bildirdik ki, Allah Subhanahu wa Taala öz kitabında birinci özünə, sonra Peyğəmbərə, sonra da ikimizdən bizlər üçün təyin olmuş əmir sahiblərinə itaat etməyi vacib buyurmuşdur. Bu əmir sahibləri başdan ola bilər, sonradakı gələ-gələ minvallarla yenə də hər kəs öz növbəsində də yenə əmir sahib sayılır. Bəzən Peyğəmbər sallallahu aleyhi və səlləm səfərə çıxdıqda, komandir olaraqdan onlara yəni başçı olaraqdan döyüşə çıxdıqda, komandir olaraqdan onları başçı olaraqdan təyin edərdi. Və onları hara yönləndirərsə, insanlar ona tabi olardı. Həmən ki, o təyin etdiyi insan da onlara imamlıq edərdi. Bu, beləliklə davam etdi. Bundan sonra dedik, müsəlmanların mallarının zəkatlarını əgər istəyərlərsə, əgər zərurət yaranarsa, malları da onlara verilməsi icazəlidir. Bunu da sahabələrdən və tabinlərdən də rəylər varid olmuşdur. Belə bir mülahazə deyək. Keçən dərsimizdə zəkatın bölünməsi barəsində demişdik ki, kimin əlində olan mal o şəriətcə təyin olmuş o nisaba çatarsa, o malından 40'da birini çıxartmalıdır. 40%'ini yox, 40'da birini çıxartmalıdır. Məsəl üçün, malın 15.000'dirsə, onu bölürsən 40'a. Və yerdə nə qalırsa, o sənin malının sənə aid olmayan hissəsidir. Sənə aid olmayan hissəsidir. Və bu hissəsini də sən orada Allah Taala'nın kitabında təyin etdiyi kimsələri də bölüşdürə bilərsən və yaxud da ki, ehtiyac olarsa və yaxud da tələb olunarsa, həm ümumi müsəlmanların, xalqın mənfəəti üçün əmr sahiblərinə də təslim edilə bilər. Hər bir halda, yəni hər iki halda da zəkatın çıxaldırılması caizdir. Yəni səndən də qəbul olur. Heç bir şək şübhə yaranmasın səndən. Heç şək şübhə yaranmasın səndən. Aydındır. Bugünkü mövzumuz isə bəbun fil cihadi, bəbun fil həcci vəl cihadi ma'al vulat. Əmir sahibləri ilə bərabər cihada və həccə çıxmaq. Bu icazəlidir. Əgər belə bir təyin olunarsa, amma diqqətli olsun. Əgər təyinat olarsa ki, əmir sahibləri artıq həccə çıxır və cəmaat həccə çıxır, onunla bərabər çıxması icazəlidir. Bu, belə təsəvvür olunur əvvəlki zamanlarda. İndiki zamanlarda artıq, deyək ki, vasitələr dəyişildiyinə görə bu artıq yəni, öz əksini tapmır, öz təksizliyini tapmır daha doğrusu. Artıq hər kəs özü həcc edə bilir. Amma o vaxtlarda necə idi? Xəlifələr həcc edərdi və onunla bərabər olan bütün insanlar da həcc edərdi. Aydındır. Xəlifə çıxardı savaşa və yaxud da onun təyin etdiyi kimsə çıxardı savaşa eynidir. Yəni, onun təyin etdiyi kimsə ilə arxasına sənin çıxmağınla onun arxasına çıxmaq arasında fərq yoxdur. Aydındır. Və qalə Muhammed, Musannif rahiməhullah, deyir ki, və min qavli əhl-i sünnə, daima eşitdiyimiz, əhl-i sünnə və cəmanın rəyindəndir ki, sözündəndir ki, innəl həccə vəl cihətə mə'ə kullə bərrin əv facirin min sünnəti vəl haqqı, minəs sünnəti vəl haqqı. Fərq etməz Allah Taala'nın veyahut da ki, təyin olmuş əmir sahibinin istər günahkar olsun, istər salih bir kimsə olsun, onunla bərabər cihada, həccə və cihada çıxmaq sünnədəndir və haqdır. Və qad faradallahul həccə. Allah Subhanahu wa Taala açıq həcci bütün insanlar üçün fərz qılmışdır. Deyir ki, Allah Taala: "Və lillahi alan-nasi hiccul beyti men istata'a ilayhi sabila." Allah Taala Əl-İmran surəsinin 97-ci ayəsində dedi ki, məna Kəbəni ziyarət etmək insanların gücü çatan hər bir kimsə Allah qarşısına borcudur. Gücü çatan hər bir kimsənin Kəbəni ziyarət etməsi, həcc etməsi hər bir kimsənin borcudur. Bunu etməlidir. Həm də ki, bu İslamın 5 şərtindən birisidir. Baxsaq ki, İslamın 5 şərtindən Peyğəmbərimiz bunu ən axırıncı olaraqdan və hora istita'anı, yəni bacarığı, gücü çatmağı təyin etdi. Bu həm gücü çatma iki şeylər, həm bədənlə, həm də ki malla. Bu həccə aiddir. Amma ki şəhadətdə bu istisnasızdır. Şəhadəti istisnasızdır.
mütləqdir ki, tələffüz etməlisən və qəlbinlə etiqad etməlisən. Və onun da o təsdiqin, o etirafın, o tələffüzün, etiqadın təsdiqi olaraqdan da namazını qılmalısan. Gündə 5 vaxt, müəyyən olmuş, təyin olmuş vaxtlarda, fərzlər. Ondan sonra Ramazan ayını yetişdinsə, fərz olaraqdan müsəlman kimi orucunu tutmalısan. Əgər burada yeni istisnalar var, əgər xəstəliyin varsa, səfərdəsənsə, tutmadığın qədər günlərdə başqa vaxtlarda ödəyirsən. Həmçinin zəkat da bu da hamıya vacib deyil. Kimin gücü çatırsa, kimin malı o səviyyə çatdırsa, zəkat çatır. 40'da 1. Və həmçinin həcc də burada istita həm bədən olmalıdır, gücün çatmalıdır, bədən buna taqəti çatmalıdır, həm də ki malın olmalıdır. Artıq bilirsiniz də, artıq həcə çıxmaq üçün, yəni sən buradan getmək alınmır. Mütləqdir ki, müəyyən qədər məbləğ ödəməlisən, belə həccə getməlisən. Bu da istitaadır. Əgər çatıb varırsa malın, gedirsən. Yoxunsa bu hökm səndən düşür. Aydındır. Yəni bütünlüyü də küllüyən düşmür də. Ta ki malın səndə əlinə çatana qədər səndən düşür. Aydındır. Və a'lamana bi fadlil cihad fi ghayri mawdin min kitabi. Allah subhanahu wa taala başqa yerlərdə kitabında həm Peyğəmbər sallallahu əleyhi və sünnəsində bizim həccin və yaxud da ki həccin fəzil, cihadın, həccin fəzilətini bizə başqa yerlərdə Allah Taala bildirmişdir. Xüsusən ki cihadın. Və həmçinin Allah həcc və cihadın, yəni əmr sahiblərsiz baş tuta bilməyəcəyini, rəhbərlərin vəziyyətini bilmişdir. Və beləliklə bizimlə onlarla bərabər cihad və həcci çıxmamızı Allah Taala bizə vacib buyurmuşdur. Aydındır. Və Allah Taala bilirdi ki, onlar ya salih kimsələr olacaqlar, ədalətli kimsələr olacaqlar və yaxud da ki, onlar zalim bir kimsə olacaq. Allah Taala'ya heç bir şey gizli qalmaz idi. Və mə kən rabbuka nəsiyə. Allah Taala hökmü təyin etdikdə, ümumi təyin etdikdə, sən bugün durub onu istisna etməyin ki, onlar artıq günahkarlar, ona zalimdir və s. girib çıxmamağın bir mənada olur ki, Allah Taala ümumi dedi, sənin bu xüsusunu yaddan çıxartdı. Yox, Allah Taala və mə kən rabbuka nəsiyə. Sənin Rəbbin unudan deyildir. Əgər hökmü vermişdirsə, dəmri ta bu qiyamət günə qədər keçərlidir. Aydındır. Keçək hədislərə. Bu hədisdə, birinci hədisdə deməli, belə bir hədis var. Deyilir ki, وَالْجِهَادُ مَادُ مُنْذُ بَعَسَنِيَ اللّٰهُ إِلَى أَنْ يُقَاتِلَ آخِرِ أُمَّةِ الدَّجَّالَ. Peyğəmbərimiz deyir ki, cihad mənim ümmətimdən Dəccalla son nəfərə kimi, son adama, yəni son adam ölənə kimidir, keçərlidir. Cihadla, Dəccallə vuruşan son adama qədər cihad baqidir, davam etdi qalır. La yubtiluhu cawrul cayr və la adul adil. Onu nə zalimin zülmü, nə də ki adalətlinin ədaləti ona mane edə bilməz. Aydındır. Başqa bir ləhs var ki bu hədisdə. Sələsu min aslil İslam. 3 şey İslamın əslindən sayılır. Əl-kəffu ammən qalə la ilahə illallah deyən kimsədən əlini çəkməyin. La yukəffəru bi zənbin və la yəxrucu minəl İslam bi amelin. İnsanları günahına görə küfür saymamaq, yəni təkfir etmək, adi günahlarına görə təkfir etməmək və həmçində işlədiyi bir günaha görə insanları İslamdan çıxartmaq. Və cihad umadın və cihad da həmçinin ta qiyamət günə qədər, nə qədər ki günəş çıxır, nə qədər ki yağış yağır, cihad qiyamət günə qədər vardır. Vəl iman bi aqdar kulliha və həmçinin sonunda yəni imanın qədərin hamısına iman gətirmək. Bu da həmçinin İslamın əsillərindəndir. Yəni biz heç vaxt yəni İslam heç bir zaman cihadın, vuruşmağın yəni istəməyib. Day bunun əleyhinə olub. Lakin müəyyən hallar, müəyyən zamanlar, müəyyən səbəblər bunu vadar edir. Aydındır. Çünki sən mübarizə aparmasan, gəlib sənin torpağını zəbt edərlər. Ona mütləqdir ki, burada insanlar arasında hazırlıq olsun. Aydındır. İslam dini deyək, bütünlüklə sülh dinidir. Belə tarixə baxsaq, İslam tarixində müəyyən bir müddətdə hökm verdilər İslam. Müəyyən bir zamanda, bax məsəl üçün kimya, fizika, biologiya və s. bu kimi ünsürlərdə
tətavvur elədi, inkişaf elədi. Amma ki, döyüşə baxsan ancaq at, qılınc. At, qılınc. Deməli, belə baxsaq ki, qərbə baxsaq, döyüşə, insanları qırmağa çalışır başqa-başqa vasitələr, təyyarələr, tanklar, toplar, nələr icad etdilər. Amma ki, müsəlmanlar o tərəfə meyvə etmədilər. Çünki olan məqsədi insanları qırmaq, insanı həlak etmək, nəsilləri, millətləri, xalqları yıxmaq deyildi. Ona görə ona at və qılıncdan kifayətləndilər. O qədər, yəni, bu tərəfə o qədər meyil etmədilər. Yəni, bu da bizə dəlildir ki, İslam düşmənçiliyi, vuruşmağı, insanların qanını axıdılmasını istəmir. Bu öz yerində. Lakin məcburiyyət qalarsa, hər bir kimsə Allah üçün cihada çıxıb dövlət torpağını qorumalıdır. Hətta gəlib, düşmənlər gəlib zəbt etməsin və s. Sonra qala Abdülməlik ibn Habib ənəhu qala Abdülməlik ibn Habib deyir ki, eşitdim əhl-el ilm yəqulun. Elm əhlinin belə deyilini mən eşitdim. Çünki rəvayətdə eşitdim sözündən rəvayət etmək, yəni sənəd baxımından ən güclü sənədlərdən sayılır. Və ki, mənə kimsə danışır, yox, birbaşa mən özüm eşidirəm ondan. Bu da xəbər baxımından, yəni gələn xəbər baxımından qüvvəsi daha güclü olur. Nə deyərlər? La bə'sə bil cihad ma'al vulat və illəm yed'ul xumsa və mawdi'ah. Eyb etməz. Onlar malın 5də birini, yəni xumsu haqqı ilə yerinə yetirməsələr belə, onlarla cihada çıxmaq icazəlidir. Və illəm yufu bil ahd və in ahadu və ləv amilu ma amilu və ləv cadilin nəs tərkül qəzu ma'ahum bisu'a halim listəzəlləl İslam. Əhd versələr, əhdin vəfalı olmasalar və səyahətə ki, müəyyən əhdlər bağlasalar, yenə vəfalı olmasalar, sözlərini yenə yetirməsələr, onlarla döyüşə, yəni bu səbəblərdən döyüşü tərk etmək icazəlidir. Əgər belə olsa, İslam zəifləyər. İslam üstələnər. Aydındır. Qeyri-millətlər tərəfindən. Beləliklə nə olar? Yəni ki, artıq cihad təyin olundu. Bizim başçımız zalimdir, günahkardır, filan şey edir, filan şey çıxmırıq. Belə olsa nə olar? İslam zəifləyər, dövlətin əldən gedər, düşmən gəlib sənin irzinə, malığa, namusuna, həriminə ortaq çıxar. Bundan ötəri artıq sonra başlığı 100 dəfə divara vursan da iş işdən keçmiş olar. Aydındır. Ona önləm almaq xəstəlik gəldən sonra o müalicə etməkdən daha asandır. Önləm almaq xəstəlik baş verdikdən sonra onun üzərində müalicə aparmaqdan daha yaxşıdır. Aydındır. Bu əsərdə səhihdir. Başqa bir rəvayətdə lakin bu rəvayət mu'dallı. Nədir? Mu'dal. Deyir ki, bu da Ubeydullah ibn Abdillah qala Ənə Rasulullah sallallahu aleyhi və səlləm qal Sətənşəu ba'di nəşiyyə yeşikkuna fil cihad lil mücahidinə yevməydin mithlu mə lil mücahidinə ma'il yevmə. Elə bir insanlar çıxacaq, insanları Allah yolunda olan cihadlarda şəkkə salacaqlar. Yoxdur elə bir şey. Olmaz. O getdi, qutaldı. O Peyğəmbərin, xəlifələrin dövründə qaldı. Belə bir insanlar şəkk atacaqlar. Deyir ki, Peyğəmbər davam edir ki, o zamanda olan mücahid sanki mənim zamanımdakı mücahid kimidir. Lakin bu ləfz rəvayət zəifdir. Bu sənəd zəifdir. Çünki mu'dal dedik ki, nədir? Mu'dal odur ki, o ravi ilə, rəvayətçi ilə sahabə arasında 2 və ya 2-dən daha çox ravini ard-arda salır. Zikr etmədən, məsələn, Əbu Hureyra kimi, məsələn, Məlik rəvayət edir, ortada Məlik ilə Əbu Hureyra radiyallahu anhu arasında 2 dənə başqa ravi var. Və bu Məlik nə edir? Birbaşa Peyğəmbərimizdən deyətin rəvayət etdisə, deməli 2 və ya 3-ünü salır. Bu da isnad baxımından deyir ki, ən zəif isnad sayılır. Nəyə görsən zikr etməmisən. Bu da mu'dal rəvayət, yəni zəif rəvayət. Lakin belə mənası baxsan ki, öz təsdiqini tapır. Yoxdur mu insanları cihaddan soyutan? Yoxdur mu insanları cihaddan uzaqlaşdıran? Rafizilər kimi
Onlar İmam Məlikə deyir, o imam gəlməsə, onlar üçün cihad yoxdur. Və s. Belə insanlar fark var. Yəni, bu hədisin mənası, yəni, hədisin bir hissəsinin mənası düzgün. Amma ikinci, yəni, mənimlə cihad edən kimi savabın nail olması üçün bu, buna gərək səhih hədis lazım ki, bu savaba çatmaq üçün. Aydındır. Başqa bir rivayətdə var ki, İbn Məsuddan gəlir. Deyir ki, bir kimsə gəldi, Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, Əsəmiyyədə Rasulullah sallallahu aleyhi və səlləmə yəqulu fil xeyli şeyən. Bunu Abdullah ibn Məsud'a deyirlər ki, sən eşitmirsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm atlar barəsində nəsə deyilmiş, deyilmi? Çünki atlar o vaxtda yəni, döyüşə çıxmaq üçün ən gözəl vasitələrdən birisidir. Ən gözəl vasitələrdən biri, ən gözəl hazırlıqdan, tədarükdən birisidir atlar. Çünki atdan çox yol qət edə bilirsən. Aydındır, sən yorulmursan, o səni aparır da. İnsanın yorulması ilə onun yorulması arasında çox fərq var. Aydındır. Əslində hazırlıq deyəndə cihada hazırlıq, döyüşə hazırlıq. Bu bizdə təsəvvür yanır ki, avtomatın gülləsi olması və yaxud da ki, və s. bu kimi şeylər də, bu vasitələr kimi. Əslində də deyil də. Sahabə dönəminə baxsaq ki, onlar daima cihadlarda başqa abu havada olardılar. Başqa təsəvvürlə cihada yanaşardılar. Onlar bilirdilər ki, sonluq yenə Allah Teala'dandır da. Qələbə yenə Allah Teala'dandır. Yəni onlar məsəl üçün sabah döyüş deyə bu gecələri yatıb, içkili yatıb səhərə piyan qalxmırdılar. Haram yiyib cihada qaçmırdılar. Döyüşdən qaçmaq məqsədi ilə, məsələn, güllədən qaçmaq məqsədi başqa yerləri gizlənmirdilər. Onlar bilirlər ki, biz Allah yoluna çıxırıqsa, ya öləcəyik, şəhid olacaq, ya qələbə çalacaq, ya da ki, qazi olacaq. Bu statuslar onlar əslində istəmirdilər. Lakin onlara verilirdi, istəmə sahib verilir, mükafatdır da. Aydındır. Onlar gecə, səbəh deyəsi gün, cihad deyəsi günü, onlar gecələ səhərə kimi ibadətə keçirərlər. Allahdan yardım istəyərlər. Kim Allahdan yardım istəyərsə, ibadətə keçirərsə, onların belə hazırlığı Allah'a ibadət, Allah'a itaat, mütilikdən keçirdi. Amma biz bəzən bunu unudaraqdan təvəkkülü nəyə veririk? Əlimizdəki avtomata. Aydındır. Arxamızda gələn topa, tüfəngə. Bunlar da lazımdır. Bularsız olmur. Hal-hazırda bularsız olmur. Hal-hazırda kim atla, qılıncla çıxsa insanı gülərlər. Amma ki, bunun səbəbi əsl etmək olmaz. Bu da səbəblər damısı. Yəni, olmazsa olmazlardandır. Nə etməliyik? Allaha bağlı olmalıdır. Kim Allaha bağlı olarsa, Allah Teala daima ona yardım edər. Kim Allah'ta yardıma çağırırsa, Allah Teala onun yardımına gələr. Bunu unutmamaq lazım. Aydındır. Burada deyir ki, Peyğəmbərdən soruşur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm atlar barəsində demişdim ki, Peyğəmbərimiz ki, bəli, səmiyyət Rasulullah sallallahu aleyhi və səlləm yəqul, əl-xeylu məqudun fi nəvasiyəhə, əl-xeyru ilə yevmül qiyamə. İştəru aləllahi və istəqridu aləllah. Deyir ki, qiyamət günə qədər atların alınlarında xeylər bağlanmışdır. Xeylər var atların alınlarında. Ta qiyamət günə qədər. İştəru alallah və istəqridu alallah. Allah üçün alın, Allah üçün borc verin. Deyir ki, ya Resulallah, keyfə nəştəri alallah və nəstəqridu alallah. Allah üçün almaq və Allah üçün borc vermək necə olur? Qalu aqridna ilə mə qəsəmnə və bi'nə ən yəftəhallahu lənə. Yəni bu Allah üçün borc vermemiz bilməkdir. Yəni Allah üçün borc vermək canlar bahasına olmaq belə olsa, Allah üçün cihada qatılmaq. Əlbəttə bunun qarşılığını Allah Teala sənin canın qarşılığını Allah Subhanahu Teala qiyamət günü artıqlaması ilə sənə verəcəkdir. La yezalu bi xeyr mədəm cihadukum xadir. Nə qədər ki cihadınız hazırdır, yaşıl vəziyyətdədir, yəni xoş gündədirsə, siz xeyr içərisində olacaqsınız. Və səyəkunu fi axir zaman qavmun yəşukkun fil cihad. Axır zamandadır, sizləri cihadlarınızda şəkkə salan kimsələr olacaq. Fəcahidu fi zamanihim thumma ughzu fa innal ghazwa yawmidin akhtar.
O zamanda da yeni cihad edin. Çünkü o zamanda cihad etmek, mübarize aparmaq elbette güzel bir haldır. Sonra başka bir rivayette deyilir ki Sule İbrahim'in Nakha'i anil cihad ma haula'l vulat İbrahim'in Nakha'i'den emir sahipleriyle beraber cihad etme barəsində soruşurlar ki, yani icazəlidir mi? Faqal in hiye illa naz'atun mineşşeytani naz'a biha liyuthabbitakum anil cihad. Faqila lehu cihaddan yayındırmaq isteyen kimseler bu ancak şeytanın sizlere yönettiği bir hilesinden başka bir şey değildir. Yani demesi ki insanlar çıkacak ki sizleri şeytan hilesiyle sizleri Allah yolunda olan cihaddan yayındırmaya çalışacaklar. Bu ancak şeytanın hilesinden başka bir şey değildir. İnnehum la yed'un faqala qad alimatil deylem na'am. Ki onlar da artık yani çağırmırlar çünkü sendir onlar dir istemirler, bizi davet etmirler. İmam Nakha'i der ki qad alimatil deylem ve rumu qad ma ala ma yuqatilun. Artık ben bilirəm ki, evet altı bilinir ki Deylem ve Rumlar dir neler bahasına vuruşmuşdular. Bu rivayette sahihdir. Sonra gelen başka bir rivayet var. O da Abdurrahman bin Yezid bin Eslem an abihi enne Resulullah sallallahu aleyhi ve sellem kâle la yezalu cihadu hulvan khadran ma qatara'l qataru mine's sema. Göyden yağış yağmağa devam ettiği müddetçe cihad güzel şekilde devam edecektir. Ve seyeti ala nas zaman yekulu fihi qurra minhum. İnsanlar öyle bir zaman çatacak ki o zamanda okuyan danışanlar diyecekler leyse hada bi zamani cihad. Bu artık cihad zamanı değil. Artık bırakın bu şeylerin başını. Femen adrake zalik fe ni'me zamanul cihad. Kim o zamana çatarsa o zamanda olunan cihad ne güzel cihad sayılır. Kalu ya Resulallah ve ahadin yekulu zalik. Yani öyle bir insanlar çıkacak bu sözleri mi diyecekler? Peygamberimiz diyor ki naam. Elbette ki diyecekler. Men aleyhi la'netullah vel meleki vel nesi ecma'in. O kimselerin yüzüne Allah'ın ve meleklerin insanların bütün insanların laneti olacaktır. Yani bu insanlar bir insanlar olacaklar. Aydındır. Kale Abdülmelik ve hada kavlu Malik. Ki bu rey kavl Malik'in ve ra'yu cemi'u ashabihi ve onun bütün dostlarının, sahabelerinin ve ardıcıların reyidir. La yaravnu bizgadu ma'hum ba'sen. Onlar emir sahipleriyle beraber cihada çıkmayı iyi görmezdiler. Aydındır. Ve hemçin başka bir rivayette An Zuhri ibn Abbad kâle kâne men adraktu minel meşayih. Züheyr ibn Abbad der ki gördüğüm, tanış olduğum meşayihler deyerdiler ki onlar Malik, Sufyan, Fudayl ibn İyad ve ibn Mübarek ve gayrihim bu saydıklarım ve başkaları kânu yahuccûne ma'a kulli halifetin. Onlar her bir halifeyle beraber hecc ederdiler. Hecce çıkardılar. Bu eser de sahihdir. Faide kâle İbn Abdülaziz rahimahullah bir de faydalı olaraktan İbn Abdülaziz der ki vel hacc vel cihadu madiyen ma'a ulul emri minel muslimin. Müslümanların emir sahipleriyle beraber hecc etmek, cihad etmek devam ettiği olaraktan kalmaktadır. Berrihim facirihim. Elbette bu facir de günahkar da olabilir. Salih bir kimse, yaxşı bir kimse de olabilir. Bu ta kıyamet gününe kadar kalmaktadır. Ne bunu hiçbir kimse batil sayabilmez, ne de ki bunu nagisleştirebilmez. Bu olmalıdır. Şerh yuşiru şeyh rahimahullah ve rad ila raddi ala rafida. Burada yani aslında bu rafizeleri redd olaraktan bildirmek istiyor ki haythu kalu onlar değiller ki la cihade fi sabilillah hatta yahruca rida min ali Muhammed. Muhammed sallallahu aleyhi ve sellem ailesinden rıza çıkmayana kadar cihad yoktur. Ve yunadi mine's sema ittabi'uhu. Göyden bir kimse çıkacak, çağıracak ki bir cahil seslenecek. Mənə tabi olun. Mənə arxamca gəzin, arxamca gəlin. Beləliklə cihad
olacaq. Ona kimidir cihad? Çalışma, yoxdur. Və qalə rahiməhullah Teala və butulana hədəl qavlu azhə min ən yüstədəllə aleyhi bidəlilin. Yəni, bunlar deyir ki, batilliği öz yerindədir. Yəni, artıq dəlil axtarma ihtiyac yoxdur. Ancaq bunlar imamətdə şərt qoyurlar da. Ən yəkunu məsumən, birinci məsum olmalıdır. İştiratən bi qeyri dəlilin. Bu şərtləri qoşulduğu, bu imamətə qoşulduğu bu şərt dəlilsiz bir şərtdir. Başqa, yəni bunu zədd olaraqdan başqa bir dəlildə burada rivayət olunur ki, Avf ibn Malik el-Əşcə'i radiyallahu anhu qalə, Səmi'tu Rasulullah sallallahu aleyhi və sələm yəqul, Xiyayru əimmətikumun-ləzîne tuhibbunahum və yuhibbunakum. Sizin ən xeyirli əmr sahibləriniz sizin onların sizi sevdiyi əmr sahibləridir. Və tusalluna aleyhim və yusalluna aleykim. Siz onlar üçün dua edirsiniz, onlar da sizin üçün dua edirlər. Əksi. Və şiraru əimmətikumun-ləzîne tubğidunahum və yubğidunakum. Və sizin ən pis, şərli başçılarınız sizin onların da onlara sizi buğz etdiyi, nifrət etdiyi kimsələrdir. Və həmçinin ona lənət edirsiniz, siz onlara lənət edirsiniz, onlar da sizə lənət edirlər. Bu insanlar ən şərli başçılar sayılır. Yaxşı, belə olduqda, belə biz onlara lənət edirik, onlar bizə lənət edirlər, biz onlara buğz edirik, onlar bizə buğz etdilər. Sahabə deyir ki, ya Resulallah, əfələ nunəbiduhum ində dəlik. Belə olduqda onlardan itaətdən əli çəkək. Qalələ, yox, çəkmə. Məqamu fikumus salati. Nə qədər namazı iqamə etdiyi müddətcə, qıldıqları müddətcə yox. Ələ mən vəli aleyhim vəlin fərahu ən yəti şeyə min ma'siyetillah fəlyəkrah mə yəti min ma'siyetillah. Gözləyin, sizə təyin olmuş əmr sahibi xoşunuz gəlməyəcək bir şey edərsə, onu ikrah elə, onu pis duy. Aydındır. Və la yenzi'an yedən min ta'atih. Heç bir zaman əlini itaatdən üzmə. Aydındır. Əxrəcəhu Müslim. Və qad təqana ba'du nəzairə hədəl hədisi fil imamə. Bu hədislər, bu başqa hədislərdir ki, bu imam onları təyin etdiyi imamətdədir. Qarşılığı başqa hədislərdə vardır. وَلَمْ يَقُلْ اِنَّ الْاِمَامِ يَجِبْ اَنْ يَكُونَ مَعْصُومًا. Bu hədisə baxdırsa, heç bir zaman Peyğəmbər s.ə.v təyin olacaq imamın məsum olması, yəni günahdan beri olmasını bildirməmişdir. Halbuki bunlar, rafizlər bunu şərt qoşurlar. وَالرَّافِدَ أَخْسَرُ النَّاسِ صِفَةً فِي هَذِهِ الْمَسْأَلَةِ. Bu məsələ baxımından deyir ki, bu məsələ ətrafında rafizlər kimi daha alçaq, daha belə rəzil bir kimsələr yoxdur. لِأَنَّهُمْ جَعَلُوا الْاِمَامَ مَعْصُومًا هُوَ اِمَامُ الْمَعْدُومِ. Ki onlar heç əslində olmayan bir imamı məsum imam etdilər. Heç əslində o yoxdur və bununla onu məsum etdilər. Əllezîne lem yenfa'uhum fi dini və la dunya fe innahum yed'un ennel imame muntazar və Muhammed ibn el-Hasan el-Askari. O nə onların dünyasındakı ahirətdə heç bir fayda vermədi və onlar dedilər ki, onlar yəni çıxacaq, gözlənəcək imamdır. O da Muhammed ibn el-Hasan el-Askari. Əl-ləzi dəxələ sirabə fi zə'mihim. Həmin ki, Muhammed ibn el-Hasan deyirlər ki, onlara görə o bir zirzəmiyə daxil olmuşdur. Bir zirzəmiyə daxil olmuşdur, orada gözləyir. Onu gözləyir. Qulaq as. Sənə sittinə və miyyəteyn. Hicri təmin 260-cı il orada daxil olmuş, onu gözləyirlər. Və hətta ki, buna bənzər bir zamanda Bisəmərra deyilən bir yerdə Vaqad yuqimun hunaka dabbatan. Orada, həmin ki o yerdə, o zirzəminin yanında, sirdabın yanında bir heyvan saxlayırlar. Ya bu ya qatırdı, ya da ki atdı. Yərkəbə idə xaraca. Çıxdığı zaman ona minib qaçsın insanlara tərəf. Və yuqimun hunaka fi awqati ayyanu fiha ma yunadi alayhim bil xuruc. Yəni orada müəyyən vaxtlar insanları təyin edirlər ki, onları gözləyin. O həmin oradan çıxacaq. O ya qatıra ya da ata minəcək və insanlara səsləyəcək. Yəni o bir adam təyin edirlər ki, hətta ondan qafil qalmasınlar o səsləndiyi zaman. Naam. Deyir ki, ya Mevlana, uxruc, ya Mevlana, uxruc. Onlar çağırırlar ki, ey Mevlana, çıx. Ey Mevlana, ya Mevlana, çıx. Çıx deyə oradan onu gözləyirlər. Uxruc və yushiruna silahə və la ahad hunaki yuqatiluhum. İlə qeyri dəlik minəl umur illəti yədəhəku aleyhim minhəl uqalədi ki, bu və buna bənzər bir beçə belə təxəyyülləri vardır ki, bunlar həm ağıl sahiblər deyil, bunların bu hallarını gülürlər. Aydındır.
Belə, yəni əhl-i sünnə və cəmaətin yerindəndir ki, onlarla bərabər cihad etmək, onlarla bərabər həcc etmək və zəkatı onlara vermək əgər ehtiyac olsa, yəni icazəli olan əməllərdən sayılır. Allah Teala bizlərə eşitdiyi faydalardan etsin. Və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.